Salamlar, mən Rəyana və bugün sizlə maksimalistlikdən, mükəmməliyetçilikdən, eyni şeydəsində danışacağıq və bu Coffee və House-un ilk bölümü olacaq. Xoş gəlmisiniz. Qısa bir təqdimat eləyəcək olarsaq, eləsək. Mən Rəyana və hal-hazırda Budapeştdə bakalavrımın ilk təhsilini almaq üçün gəlmişəm Macaristana. Və maksimalist bir tərəfim var və bunun həyatıma necə təsir edədiyini sizlərlə paylaşmaq istəyirəm. Hal-hazırda Buda və Peştin ortasında yerləşən Margaret adasındayam və çox random bir şəkildə burada qeydə almağı qərarı aldım podkastı. Və bəli, bunu Spotify-da və YouTube-da paylaşmağı düşünürəm. Görək, xeyirlisin. Hal-hazırda bu podkastı qeydə alarkən belə çox düşünürəm. Silim, silməyim, eləyim, eləməyim. Hələ də tərəddüddəyəm və bu mənim maksimalist tərəfimdir. Məni bu qədər tərəddüdə salan. Amma görək, yükləyəcəm, yükləməyəcəmmi? Hər nəysə. Bilmirəm, aranızda maksimalist mütləq vardır, yəni. Bu hal-hazırdakı dövrdə nə qədər minimalistlik belə göz önündə olsa da, hər kəs minimalist yaşam, minimalist həyat və s. sloqanları altında həyatını yaşasa da, bilmirəm, mən yalan deyə bilmərəm. Mən minimalist deyiləm, maksimalistəm. Bir çox şeydə, əsasən də, yəni bir çox şeydə, çox bəsit qərarlarımda belə maksimalist davrana bilərəm. Bunu elədimsə, niyə bunu da eləməyim? Və bu çox da rahatladıcı və həyatı daha da gözəl bir tərəfə aparan bir şey deyil. Çünki yəni istirahət zamanında belə sizin vicdan azab çəkmə ehtimalınız çox böyükdür. Və mən maksimalist yanaşdığım üçün özümü inkişaf etdirmək adına başladığım bir neçə işi yarım qoymuşam. Ümid edirəm bu podkast da onlardan biri olmaz. Onun üçün bacardığım qədər mükəmməliyyətçi yanaşmamağa çalışıram bu podkastda. Və bəli, bir işə başlayıb mükəmməl olma istəyinə görə Allahım yarım qoyduğum şeylər, dili öyrənmək, bir neçə dili, yəni rahat saya bilərəm. Serb dilini öyrənməyə başlamışdım. Yəni səbəbini heç soruşmayın. Çox qəribə bir şəkildə serb dilini, Koreya dilini, ərəb dilini, başqa nə var? Alman dilini, yəni bunları bir neçəsini belə hətta çox ciddi bir şəkildə dəftərə qeyd edib, yəni belə incə notlar alıb başladığım dil öyrənmə prosesini mükəmməliyətçiyə görə yarı yolda qoyduğumu bilirəm. Buna əvvəl bir neçə dəfə YouTube kanalı açıb bağlamağım da bir nümunə olmuş ola bilər. Bu mükəmməliyyətçilik, maksimalistlik məni bir nöqtədə özümü digərlərlə müqayisə eləməyə də bağlayardı maksimalistlik bir nöqtədə. Bilmirəm, bəlkə də bu mənim eneqram tipimlə də bağlı. Bilmirəm nə qədər məlumatlıysınız eneqramla bağlı. Eneqram tipim 3-dür. 3, qanadım 2. Və özümü müqayisə eləmə tərəfi çoxdur məndə. Maksimalistlik tərəfi də eneqram 3-ün bir özəlliyi olmasa da valideynlərindən birinin eneqram 1 aman Allahım gücü. Eneqram tip 1 mükəmməliyyətçi olmasından qaynaqlana bilər. Məndə maksimalistlik bu qədər olması. Aman Allahım, burada Fatma böcəkləri o qədər çoxdur ki, yəni belə sizə sataşan mı deyim, yəni o havada uçan cücülərin bir çoxu Fatma böcəkləridir. Nə qədər böcək olsa da mən onlardan biraz qorxuram. Çünki böcəkdir yəni və uçurlar. Aman Allahım. Oh, bəli. Hə. Bəli, mükəmməliyyətçidən uzaq podkast çəkməyə çalışıram. Bəli. Hə. Mənim bu özünü müqayisə və maksimalistlik cəhətlərim bir araya gələndə həyat çox da gözəl olmaya bilər. Düzü bu ikisi məni həmişə daha yaxşı olmağa, daha çox çalışmağa, belə aman Allahım düşün üstümə. Aman Allahım danışamayacağım. Bəli, bu iki xüsusiyyət məni nə qədər daha yaxşı olmağa məcbur eləsə də, məni çox dala da atır. Psixoloji olaraq da çox da yaxşı təsir edin deyə bilmərəm. Çünki
özünüzə çox yüklənirsiniz və bir nöqtədə yox deyə bilmirsiniz. Yəni bilmirəm, bu Enneagram 3-ün yəqin özəlliklərindən biridir. Hər kəsi məmnun etməyə çalışırdım bəlkə də. Və bəli, hər kəs məmnun edə bilməzsiniz və o nöqtədə siz yox deyə bilmirsiniz. Bu sizi yorur, digər işlərinizə təsir edə bilər. Yəni hal-hazırda mənim cədvəlimin kalendarımda görə bilərsiniz. Həm bəzi ekstra məşğuliyyətlərlə dərslər yox deyə bilməməyimə görə dərslərim üst-üstə düşür və onu ayarlamaq mənim üçün çox da mükəmməl, rahat bir şey deyil və buna görə bəzi dərslərimdən imtina etməli oluram. Yox deyə bilmədiyimə görə. Və hər kəsin gözündə yaxşı olmaq üçün, yəni ümumiyyətlə biz insanlar olaraq mükəmməl ola bilmərik, deyirik zaten. İnsanın sözü zaten ərəbcədən də səhv edən anlamındadır, səhv bilmirəmsə. Və bəli, ona görə də hər kəsin səhv eləmə haqqı var, arkadaşlar. Və bəzi bir nöqtədə bir iş görərkən mükəmməliyyətçilər, yəni çox vaxt belə olur. O işi görməsəm bütün hər şey çox pis olacaqmış kimi bir his var. O bir nöqtədə insana çox çökür. Və çox böyük ehtimal mən bu podkastı paylaşmayacağam. Çünki istədiyim kimi olmadı. Fatma böcəkləri mənə sataşdı. Və böyük ehtimal paylaşmayacağam. Və burada bunu eləyib ərsəyə gətirə bilmədiyim üçün vicdan əzabı çəkəcəm. Və Amma bu dəqiqə heç o podkast danışma havamda deyiləm deyəsən. Bilmirəm. Yəni sadəcə notlara baxıb bir şeylər deməyə çalışıram, amma tam olaraq o havada deyiləm. Amma burada həyat gözəl. Bura gəlsəm, Margaret adaya gələsi olsanız, Budapeştin ortasında mütləq ailənizlə gəlin. Çünki belə tək şəkil çəkə bilmədim çox da. Və gəlsəniz ailənizlə gəlin, piknikə gəlin. Çünki bura valideynlər hamı uşaqları ilə bir yerdə gəlir. Bəli, bu böyük ehtimal ikinci podkastı. Yəni normalda əslində universitetdə çəkmək planlıydım. Universitetin kitabxanasında stadiumlar olur, oranı kirayələyə bilirsiniz. 1 saatlıq və s. Yəni orada rahat şey edə biləcəyimi düşünürdüm, çəkə biləcəyimi. Yəni bəlkə orada görüntülü də çəkə bilərdim. Burada görüntü çəkmək üçün telefonu sabitləyə biləcəyim bir yer olmadığı üçün, yəni sadəcə səs. Bunu yükləsəm böyük ehtimal adı uğursuz podkast olar. Ne bilmirəm, yəni hər şey çətin gəldi mənə bir dəqiqə. Bura gəlsəniz, evet, bəli, ailənizlə gəlin, piknikə gəlin. Bilməm, burada piknik eləyənləri görmədim, amma bilməm qadağandı mı, yalan deyərəm. Amma yəni ortam çox müsaitdir, çox gözəldir, internetdən də baxa bilərsiniz. Yəqin ki, əgər yükləyəsi olsam Spotify-a və s. buradan çəkdiyim bir şəkli qoyaram ekrana. Bilmirəm. Həyat çox çətin gəldi bir an. Həyatı çətinləşdirdim. Yəni ortada heç bir şey yoxdur, amma bəzi düşüncələrimdən onu çətinləşdirdim. Yəni böyük ehtimal gələn dəfə yenidən mükəmməliyyətçilik haqqında danışacağam. 15 dəqiqə və s. yəni ki, bölüm çox da uzun olmaz hər epizodlar. Çalışıram Türkçə sözlərdən az istifadə edeyim. Çox istifadə eləməyim, çünki dilimizə çox işlənib. Yenə də, yəni nə desəm dilimdə var, yəni. Dilimizə çox daxil olub Türkçə sözlər və Azərbaycanca bir neçə sözümüzü artıq itirməyə başlamışıq. Bu səbəbdən ona görə də çalışırım ki, ən azından Azərbaycanca danışmağa çalışım. Yəni belə bunu böyük ehtimal yükləyərəm də, amma uğursuz podkast olaraq podkast adı altında yükləyə bilərəm. Yəni 5 və ya 6 dəqiqə nə qədər oldu? 9 dəqiqə 9 dəqiqədə danışırammış. Buna qulaq asacaq biri varsa İnşallah növbəti podkastlarda görüşərik, bilmirəm. Yəni burada hər kəs itləri ilə falan gəlir və çox gözəl bir mühit var burada. İtlər falan çox xoşbəxt. Görüşərik növbəti podkastlarda inşallah.